ümumiyyətlə təcili tibbi yardım xidmətinə daxil olan çağırışlar sırasında hamilə qadınlarla bağlı çağırışlar təcili çağırış kimi qiymətləndirilir. Yəni, təcili yardıma daxil olan çağırışlar iki növ çeşidlənir. Təcili və təxirə salınmaz olaraq. Təcili çağırışlar daha çox insan həyatı üçün təhlükə törədən məqamlar, yəni verilən hamilə qadınların çağırışları da daxildir. Yəni, təcili çağırış kimi qiymətləndirilir və gedilir, əlbəttə gedilir. Qeyd edim ki, hamilə qadınla bağlı çağırış təcili yardım mərkəzinə daxil olduqda çağırış üzrə dispetçer tərəfindən həmin pasientlə əlaqə saxlanılır və onun hamiləliyinin həftəliyi və digər zəruri məlumatlar əldə olunur. Daha sonra isə 2-3 dəqiqə ərzində azad olan briqadaya ötürülür və dərhal briqada ünvana cəlb olunur. Ümumiyyətlə, zərurət yarandığı halda çağırış ünvanında və ya ambulansda doğuş prosesi icra edilə bilir. Yəni, xəstəxanaya qədər olan mərhələdə həm ünvanda, həm ambulansda bu icra olunur. Ümumiyyətlə, təkcə Bakı şəhərində deyil, regionlarımızda da, bu yaxınlarda Qubanlıq, Xınalıq kəndində də belə bir çağırış ambulansda icra olundu və körpə sağlam bir vəziyyətdə xəstəxanaya təxliyə olundu. Ümumiyyətlə, statistika cəhətdən qeyd edə bilərəm ki, sentyabr ayında təcili yardım xidmətinin 162 hamilə qadınla bağlı çağırış qeydə alınıb və onlardan 148 nəfərin tibb müəssisəsinə təxliyəsi həyata keçirilir. Digər 14 nəfərə isə yerində tibbi xidmət göstərilib, yəni xəstəxanaya təxliyəsinə ehtiyac yaranmayıb. Bundan əlavə isə 4 nəfərin doğuş prosesi çağırış ünvanında icra olunub. Yəni, əlbəttə, bu həm Bakı şəhərində, həm də bölgələrimizdə icra olunub. Nəzrin xanım, çox üzr istəyərək bir sual da verəcəm. Məsələn, o Şəkidəki hadisədə orada həkim də deyir ki, bu xanım əvvəllər hamilə kimi heç bir tibb müəssisəsində qeydiyyatda olmayıb. Bu məsələdə də diqqətə alınırmı ki, o qadın hamilə olduğu hansısa tibb müəssisəsində qeydiyyat alsın, yoxsa elə şifahi şəkildə deyəndə ki, mən hamiləyəm, vəziyyətim ağırdır, nə bilim, qanamam var, təzyiqim düşüb, ürəyim gedib. Elə deyəndə də bəs eləyir? Yox, ümumiyyətlə, hamilə qadınla bağlı bizə çağırış daxil olduqda dərhal ünvana yönləndirilir. Bu, istər Bakı şəhərində, istər regionlarda, yəni gedilməmə kimi halı qətiyyən yol verilməzdir. Şəkildəki hadisədə biri səhv yalan deyildi. Ümumiyyətlə, Bakıda da, regionlarda belədir. Onda o Şəkidə baş verən hadisədə kimsə yalan deyirdi, ya ev sahibi. Bu məsələ araşdırılacaq, ümumiyyətlə nəzərinizdədir bu? Bununla bağlı bizə təcili yardım mərkəzinə müraciət edilsin, bəli, əlbəttə araşdırılacaq. Yəni, bu mümkün deyil ki, o yerə gedilməsin, deyilsin ki, yox, biz bu çağırışa gedə bilmirik. Yəni, hamilə qadındır, uşaqlardır, bu ən öndə, ən ön cərgədə duran çağırışdır. Çox təşəkkür edirik, minnətdarıq.